Salam hörmətli izləyicilər, xoş gördük sizləri. Sloqanımız Be Positive. Uzun müddət ki, YouTube üçün layihə hazırlamırdım. İşlərin çoxluğu və bir növ insanı daha çox öyrəşib reelslər, Instagram və TikTok platforması üçün. YouTube üçün isə müəyyən bir çəkiliş etdikdən sonra onun montaj hissəsi olduğu üçün biraz insan tənbəllik edir. Nəinki mən, çox YouTube-da paylaşım edən şəxslərdə bu baş verir. Amma əlbəttə ki, bunu davamlı edəndə siz izləyicilər üçün də maraqlı olur. Bugün sizlərə Be Positive Life Planner haqqında danışacağam. İlk öncə onu deyim ki, mən sloqanı artıq 3 ildən çoxdur, belə deyək, ərsəyə gətirəndə və mənə bu sual gəlirdi həmişə ki, niyə bu belə deyək, sloqanın bir proqramı yoxdur? Və mən də düşünürdüm ki, yəni niyə proqram olsun? Axı və insanlar gülməlidir, özünü yaxşı hiss etməlidir. Amma proqram heç vaxt fikirləşmirdim. Nə vaxt ki, mən artıq bu ilin fevral ayında və düşündüm, fikirləşdim yolda gedəndə və məni daha çox bu narahat edirdi ki, bir planlayıcı olmalıdır. Planlayıcılar var idi, Google Kalendar, Notion və yaxud digərləri. Onlar yalnız bir dəfə xatırlatma edirlər və 30 dəqiqə qalmış. Biz artıq orada daha çox bildiriş əlavə edə bilmirdik. Və mənim birdən ağlıma gəldi ki, niyə belə bir proqram olmasın ki, mən orada tapşırıqları yazım və mənə tez-tez bunu xatırlatsın. Və daha sonra ağlıma gəldi və oturdum bir biznes plan kimi bunun mobil tətbiqin versiyasını yazdım və hal-hazırda işləyir. Aşağıda açıqlama hissəsinə linkini yerləşdirəcəm. Və başladıq bunun üzərində işləməyə. Burada fərq nədədir? Əsas insanlara bu maraqlıdır, çünki hər zaman yaratdığınız bir məhsulun bir fərqi olmalıdır. Və bizim fərqimiz ondadır ki, siz tapşırıqları yaradırsınız. Hətta açıqlama hissəsində əlavə etmişik yenilik kimi ki, yəni məsələn hər hansı bir cimə gedirsinizsə, ola bilər orada hər hansı bir hərəkətlər edəcəksinizsə, onu açıqlama description hissəsində yaza bilərsiniz. Ən əsas məsələ vaxtı seçirsiniz, hansı vaxtda etməlisiniz, 11 və yaxud axşam, gündüz fərqi yoxdur. Daha sonra isə gəlir orada belə deyək, təkrarlanma. Yəni siz bunu hər gün, hər həftə, hər ay təkrar edirsinizsə, təkrarlanan bir tapşırıqdırsa, bunu qeyd edirsiniz. Məsələn, cimin özü kimi. Ayrı-ayrı 3 tapşırıq yaradırsınız, 1-ci, 3-cü, 5-ci gün və yaxud 2-ci, 4-cü. Və hər həftə siz bu gün tapşırıq etmişsiniz, onu təsdiqləyirsiniz, növbəti həftə üçün artıq task öz-özünə yaranır. Və bu, necə deyərlər, mənim başıma gəldiyi üçün düşünürəm ki, hər kəsə bu vacibdir. Məsələn, çox şirkətlərdə iclaslar olur və yaxud hər hansı bir vacib görüşlər olur. Biz onları orada qeyd edirik. İclaslar hər həftə, məsələn, həftədə 2 dəfə eyni vaxtda keçirilirsə, onu yazırsınız və tapşırıq bu sizə, belə deyək, bildirişlər sizə davamlı olaraq gəlir. Mən indi burada göstərəcəm sizə, telefonda 1 saatdan bir sizə bildiriş gəlir ki, bu tapşırığı yerinə yetir. Bəzən bu insanları narahat edir ki, mənə niyə bildiriş gəlir, mən bunu istəmirəm. Amma mən qeyd edirəm ki, insanlar necə ki, sosial şəbəkədən bir mesaj gələndə onu daxil baxır ki, məni kim bəyəndi, postlarımı, kim mənə mesaj yazdı. Amma bu daha vacibdir. Çünki biz işlərimizi yerinə yetirəndə günün sonunda özümüzü pozitiv, xoşbəxt hiss edirik ki, mənə afərin, mən bu gün bütün işləri yerinə yetirmiş oldum. Və burada bir incə məqamda toxunaq. Təkrarlanan tapşırıqlar olduqdan sonra isə artıq aşağıda tapşırıqların riski, yəni tapşırıqların vacibliyi məsələsi gəlir. Hansı ki, belə deyək, aşağı vacib, orta vacib, vacib. Yəni 3 yerə bölmüşük. Bu nə deməkdir? Məsələn, vacib iş o deməkdir ki, yəni siz bu həftə məsələn şəxsiyyət vəsiqəsinin vaxtı bitir və siz bunu dəyişdirməlisiniz. Yəni başqa yolunuz yoxdur, çünki çox yerə getsəz sizdən vəsiqəni istəyəndə vaxtı keçmiş olacaq. Ona görə siz bunu vacib, orada qırmızı seçirsiniz ki, bu çox vacibdir, mən bu həftə bu işi etməliyəm. Məsələn, siz məsələn deyirəm, kommunal ödəniş etməlisiniz, növbəti həftədədir. Amma siz bu həftə onu vacib kimi yazmırsınız. Yazırsınız ki, orta vacib. Amma gələn həftə bunu etməlisiniz də. Siz artıq bilirsiniz işləri. Və ən əsası aşağı vacib, məsələn, siz belə deyək, hansı rayonu istirahətə getməlisiniz ayda bir dəfə və bunu aşağı risk götürürsünüz. Yəni çox vacib deyil. İşlərim çox olsa getməyə də bilərəm. Yəni əsas vacib işlərə fokuslanmalıyam. Bu da əlbəttə ki, məndə işlədiyim xarici şirkətdə formalaşmışdı ki, riskləri qiymətləndirəndə, tapşırıqları, işləri görəndə həmişə bunu qeyd etmək lazım. Çünki bizdə cəmiyyətdə insanlar bunu qiymətləndirmir və qeyd edirlər ki, mənim işim çoxdur, şənbə, bazar günü işlərim çoxdur, çatdıra bilmədim və birinci gün başlayan deyirlər ki, şənbə, bazar mən işlərimi çatdıra bilmədim. Qaldı növbəti şənbə, bazarı. Ona görə mən qeyd edirəm ki, yəni
işləri bölüşdürün. Yəni şənbə bazar çalışın özünüzə, ailənizə vaxt ayırın, istirahət edin və ya hər hansı bir aktivitelər edə bilərsiniz. Tennis oynamaqdır, voleyboldur, basketboldur, üzgüçülükdür, idman zallarına gedə bilərsiniz. Yəni özünüzə daha çox vaxt ayırmalısınız. Yəni şənbə bazarı da elə ancaq rayona gedək, istirahət edək, əslində istirahət deyir, yolda insanlar yorulur. Ona görə bu proqramın özəllikləri bir də odur ki, siz özünüzə vaxt ayırırsınız və siz artıq burada statistikaya baxırsınız. Digər proqramlardan fərqli olub, bu proqramda siz, düzdür, premium abunələr üçün var bu ancaq. Burada siz ancaq, belə deyək, siz görürsünüz statistikanı. Nə qədər tapşırıq yaratmısınız bu ay ərzində, belə deyək, həftə ərzində, ay ərzində, 3 ay ərzində, il ərzində nə qədər tapşırıq yaratmısınız, nə qədərini yerinə yetirmisiniz və nə qədər bunu ardıcıl etmisiniz. Yəni hər gün etmisiniz tapşırıqları, yəni tapşırıqdan qaçmamısınız və bu əslində sizi çox disiplinli bir şəxs olaraq formalaşdırır və siz artıq işlərinizi bölə bilirsiniz. Və məsələn siz mən məsələn çox xoşlayıram. Məndən soruşanda ki, məsələn 5-ci gün işim var, baxaram cədvəlimə, deyirəm ki, hə mən filan yerdə filan vaxt işim var. Bunu bilmək əslində çox yaxşı bir şeydir ki, çünki siz öz sərhədlərinizi ayarlayırsınız və siz özünüzə daha çox vaxt ayırırsınız, özünüzü ön plana çıxarmış olursunuz. Ona görə siz statistikada görürsünüz ki, nə qədər tapşırıq yerinə yetirirsiniz və bu sizə çox yaxşı bir, belə deyək, motivasiya demək hər zaman sizə xoşbəxtlik verir, üzünüz gülür ki, çünki siz işləri planlı şəkildə edirsiniz. Amma düşünün ki, insanlar necə olur? Yəni tapşırıqları vaxtında etməyəni deyir ki, ayda çox xaosdur, çox xaotik yaşayıram. Yəni işləri çatdıra bilmirəm, hər gün əsəbləşirəm. Çünki insan belə deyək, nələrsə doğru getməyəndə və tapşırıqları vaxtında etməyəndə avtomatik olaraq insan əsəbləşir və bu onun bütün gününə belə deyək təsir edir və hətta insanlar bizdə deyirlər ki, bu günüm heç oldu ya. Niyə? Çünki tapşırıqlar hamısını 5 tapşırıq, 10 tapşırıq bir günə belə deyək əlavə edib qaça-qaç və o həm fiziki olaraq yorulur, havalar istidir və yaxud soyuqdur, fərq etmir. Mənəvi olaraq yorulur, tez yorulur, enerjisi sərf olur. Düşünün ki, mən hər zaman enerjinin idarə edilməsini bir telefon, bir cihazla müqayisə edirəm və yaxud kompüter. Müəyyən bir faizi var. Biz onu səmərəli istifadə etsək daha az və uzun müddət ondan biz istifadə edə bilərik. Amma biz dayanmadan, saatlarla ondan istifadə etsək cihazlardan və batareykası, enerjisi tez bitmiş olacaq. Ona görə biz insan olaraq da buna diqqət etməliyik ki, gün sonunda enerjimiz bitməsin və hal-hazırda bu proqram irəliləmə ərəfəsindədir. Süni intellekt və digər əlavələr olacaq və əgər sizin də bu proqramdan istifadə edə bilərsiniz, sizin də təklifləriniz olsa, bu videoda rəy bölməsində və yaxud proqramın özündə dəstək bölümü var, oradan bizə müraciət edə bilərsiniz. Bu video yəqin sizlər üçün maraqlı olur, çünki düşünürəm ki, artıq insanlar planlı yaşamalıdırlar və bir dost kimi, bir köməkçi kimi, assistant ona davamlı xəbər verəcək ki, saat neçədə sənin bir işin var, bunu etkinə. Qlobalda dünya üzrə çox gözəl bir startup olacaq. Videonu dinlədiyiniz üçün təşəkkür edirəm, amma bu videonu dostlarınızla göndərin, onlar da bunu izləsin. Çünki bilirəm ki, hər kəs xaotik günlər yaşayır və xaotik günlərdən çıxmaq üçün bu proqram hər kəsə kömək edəcək. Sloqanımızı da unutmayaq, be positive.